dövlət hakimiyyətinin hüquqi rejimini müəyyənləşdirdi. Yəni, hakimiyyətin idarə etmə formasını müəyyənləşdirdi və konstitusiyada qeyd olunur ki, hakimiyyət qanunverici, icra və məhkəmə hakimiyyətindən ibarətdir. Bütövlükdə demokratik konstitusiyanın ən mühüm cəhətidir və bizim konstitusiyonun özəlliklərindən biridir. Digər mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, Azərbaycan konstitusiyasında insan hüquq və azadlıqlarının təsbiti beynəlxalq standartlara uyğun, beynəlxalq hüququn tələblərinə uyğun olaraq müəyyənləşdirildi. Bu Azərbaycan konstitusiyasında inteqrasiya hüquqa inteqrasiya prosesini gücləndirdi. Azərbaycan konstitusiyasının 12-ci maddəsi dövlətin ali məqsədindən bəhs edir. Dövlətin ali məqsədi isə insan hüquq və azadlıqlarının və ləyaqətli həyat səviyyəsinin təmin edilməsidir. Baxın, burada xüsusi olaraq vurğulamaq istərdim. İnsan hüquq və azadlıqlarının təmin edilməsi, yəni insan hüquq və azadlıqlarının təhlükəsinin təmin edilməsi bir təminatlı konstitusiya verir və eyni zamanda konstitusiyanın da sosial dövlətin çərçivəyə alır. Yəni sosial dövlət olduğunu, Azərbaycanın sosial dövlət olduğunu elan edir. Ləyaqətli həyat səviyyəsinin təmin edilməsi bu sosial dövlətin əsas belədəki məzmunudur, onun fəlsəfəsini təşkil edir. Dövlət xalqa xidmət edir. Bax, bu çox vacib bir məsələ. Dövlətin xalqın xidməti və xalqın qarşısında məsuliyyətli olması. Xalqın dövlət qarşısında yox, dövlətin xalqın. Bax, bu xüsusi olaraq istərdim ki, bizim konstitusiyamızın əsas qırmızı xətlərindən biridir.